Salam əziz izləyicilər. Bugün DİM Azərbaycan 2025 birinci hissə test toplusundan ismin hallanması testlərinin izahına baxıram. Nə xoşdur ellərin şirin avazı, güldür ölkəmizin çiçəkli yazı, şairin qələmi, aşığın sazı, bülbülü mat qoyan dillər bizdədir nümunəsində altına xətt çəkilmiş sözlərdən yalnız biri təhsilik haldadır. Şirin avazı, yəni burada mənsubiyyət şəkilçisidir. Ölkəmizin çiçəkli yazı, burada da mənsubiyyət şəkilçisidir. Hardan bilirəm? Ondan əvvəl demişdim ki, mənsubiyyət şəkilçisindən əvvəl yiyəlik halda söz gəlməlidir. Şairin qələmi, baxın, şairin qələmi, burada yenə də təhsilik haldır, çünki özündən əvvəl yiyəlik halda söz gəlmişdir. Aşığın sazı, eynən. Aşığın burada yiyəlik hal olduğu üçün sazı, burada da mənsubiyyət şəkilçisidir. Bülbülü, bəli, burada bülbülü təhsilik haldadır. Düzgün variantımız A variantı. Dan şəkilçisi ilə işləmiş hansı söz isimdir? Çoxdan zərfdir, yanğından, nədən çıxışlı halda olan ismimiz B variantındır. C-də 6-dan say, yağlıdan sifət, ondan əvəzlik. Üçüncü testə keçək. Nümunədəki dost isminin hansı hallarda işləndiyini müəyyən edin. El sözüdür, dost dostuna tən gərək. Dost adlı hal, dostu, onun dostu, dostuna yönlük hal. Birinci dost adlıq, ikinci dost yönlük hal. Düzgün variant B variantı. 4-də hansı cümlə çıxışlı halda olan isimlə başlanır? Güldan stolun üstündə idi. Bu adlı haldadır. Buradakı dan çıxışlı hal şəklisi deyil. Əvvəldən bilsəydim. Nə zaman zərfi. C-də oyundan hamı razı qaldı. Bəli, oyun isimdir. Dan burada çıxışlı haldır. Düzgün variantımız C variantı. Biz sülh tərəfdarı cümləsinə sülh sözü ismin hansı halındadır? Sülh tərəfdarıyıq, yəni sülhün tərəfdarıyıq. Burada qeyri-müəyyən yiyəlik halı işləmişdir. B variantı. 6-da hansı cümlədə yönlük halda olan isim vardır? Azadlığı istəmirəm. Təhsilik hal, zərrə zərrə, qram qram. Azadlığı burada təhsilik haldır. 100 il ansan da onu xatirə tək o vəfasız qayıdıb gəlməyəcək. C variantında bir həftədən sonra, həftədən burada çıxışlı haldır, bizdən yönlük hal istəyir də. Vuruşmağa gedənlərin sayı xeyli artdı, yoxdur yönlük halda. D variantı qızım sənə deyirəm, gəlinim sən eşit. Qızım gəlinim burada mənsubiyyət şəkilçisidir və özü adlı haldadır. G variantını 100 dəfə zirvəyə baxmaqdansa, baxın, zirvəyə yönlük halda olan isimdir. Y variantı. 7-də hansı cümlədə çıxışlıq halda olan isim vardır? Bizdən çıxışlıq hallı isim istəyir. Səlim bağdan dünən gəlib. Deyə düzgün variantımız A-dır. Bağdan burada çıxışlıq halında olan isimdir. 8-də məktub sözü hansı cümlədə təhsilik haldadır? A variantında mən ona bir məktub göndərdim. Təhsilik halda elə A variantıdır. Məktub göndərdim, yəni məktubu göndərdim. Burada qeyri-müəyyən təhsilik hal var. Düzgün variantımız A variantı. 8-də nümunədəki yiyəlik halda olan sözləri müəyyən edin. Bir əlində yaz günəşi, yəni yazın günəşi qeyri-müəyyən yiyəlik haldır. Bir əlində bahar, yəni baharın günəşi. Neçə bayram qarşılayır bizim nəsillər? Deməli, yaz, daha doğrusu bahar, burada birində bahar. Neçə bayram qarşılayır bizim nəsillər? Bahar yox, bizim yiyəlik haldadır. Yaz və bizim. Düzgün variantımız C variantı.
Onda kitab sözü aşağıdakı cümlələrin hansında adlı haldadır? Biz kitab mağazasına getdik. Kitab mağazası, yəni kitabın mağazası. Kitab burada qeyri-müəyyən yiyəlik haldadır. B variantında insanın ən yaxın dostu kitabdır. Kitab burada adlı haldadır. B variantı. 11-ə keçək. Neft sözünün təsirlik halda işləndiyi cümlə hansıdır? Azərbaycan nefti çoxlarına dincilik vermir. Azərbaycan nefti burada adlı haldadır, çünki i burada mənsubiyyət şəklisidir. B variantına neft daşlarında, neftin daşlarıdır bu əslində qeyri-müəyyən yiyəlik haldır. A getdi, B getdi. Respublikamızdan xaricə xeyli neft daşınır. Neft daşınır. Bizdə bu isə adlı haldır burada neft. Bu da getdi. Bizdən təsirlik hal istəyir. Bakı nadir neft istehsal edir. Yəni nefti istehsal edir. Burada qeyri-müəyyən təsirlik hal var. Ona görə doğru variantımız Y variantı. Y-də isə D variantı. Azərbaycanın əsas sərvəti neftdir. Neft də burada adlı haldadır. Ona görə Y də olmaz. 12-də üzrlü hesab edilmiş olar. Aşağıdakı cümlələrin birində qələm sözü adlı haldadır. Qələmin qiyməti çox başa gəldi. Çox baha idi. Bu yiyəlik hal qələmin yaxşı yazır. Buradakı in mənsubiyyət şəklisidir. Özü isə adlı haldadır. Doğru variantımız B variantı. 13-də. Hansı cümlədə kitab sözü təsirlik haldadır? Çox kitab oxumaq insanın məlumatını artırır. Çox kitab oxumaq, yəni çox kitabı oxumaq qeyri-müəyyən təsirlik hal var. Bizdən də təsirlik hal istəyir. Doğru variantımız A variantı. 14-də. Cümlələrdən hansında isim həm mənsubiyyət, həm də yiyəlik hal şəklisini qəbul etmişdir? İsim deyir, həm mənsubiyyət, həm də yiyəlik hal şəklisi qəbul etmişdir. Arxın dibi görünür. Arxın yiyəlik hal dibi, arxın dibi. Mənsubiyyət şəkli adlı hal. Mənsubiyyət var. İsim həm eyni isimdir. Yəni eyni isim həm mənsubiyyət, həm yiyəlik hal şəklisi qəbul etsin. Burada bir də arxın ayrı-ayrı sözlərdə, yəni arxın sözündə yiyəlik var, dibidə isə mənsubiyyət şəklisi var. Ona görə 1 olmaz. Dəniz suyunun səviyyəsi artır. Bəli, suyunun, baxın, dəniz suyunun, yəni dənizin suyu, burada birinci U mənsubiyyət şəklisidir. Un isə yiyəlik hal şəklisidir. 2-ni götürək. Üzümün şişi çəkilibdir. Üzümün burada yiyəlik haldır, şişi burada mənsubiyyət şəklisidir, amma eyni sözdə deyil. Bir dəqiqə, üzümün şişi. Üzüm. Üzüm, burada birinci üm, mənim üzümdür də o. Bu mənsubiyyət şəklisidir. Ün isə yiyəlik hal şəklisidir. Bu ün yiyəlik halın şəklisidir. 3-ü də götürək. Eyni sözdə həm mənsubiyyət, həm hal şəklisi oldu. Narın giləsi şirindir. Narın yiyəlik hal, giləsi mənsubiyyət şəklisi və ayrı-ayrı sözlərdə də ona görə götürmək. 2-3 doğru variantımız D variantı. 15-də cümlələrdən birində qeyri-müəyyənlik bildirən təsirlik halda olan söz işlənmişdir. Qeyri-müəyyənlik bildirən təsirlik halda işlənmiş söz. Axır dəniz kimi, dənizin kimi, bu yiyəlik haldır, qeyri-müəyyən yiyəlik haldır. Yaşıl zəmilər gülü çağırır, sümbülü. Burada qeyri-müəyyən təsirlik halı yoxdur. B variantında Rövşən çöldə oynadığı vaxt yerdən bir daş tapmışdı. Daş tapmışdı, yəni daşı tapmışdı. Qeyri-müəyyən təsirlik halımız bax budur. Düzgün variantımız B variantı. 15-də. Ev isminin hansı cümlədə adlıq haldadır? 16-cı testdə ustalar kənddə ev tikirlər, evi tikirlər. Yəni bu qeyri-müəyyən təsirlik haldır. Adlıq hal deyil, bizdən adlıq hal istəyir. Kəndimizin evləri çiy kərpicdəndir. Baxın, kəndimizin evləri. Burada i mənsubiyyət şəklisidir, özü isə adlıq haldır. Bilirsiniz ki, əgər sözdə mənsubiyyət şəklisi varsa, adlıq halda mənsubiyyət şəklisi ilə bir yerdə adlıq hal götürürük. Baxın, evləri sözündə i burada mənsubiyyət şəklisidir.
Ona görə adlıqda olacaq elə evləri. Yəlikdə olacaq evlərinin, yönlükdə olacaq evlərinə, evlərini, evlərində, evlərində. Ona görə doğru variantımız B variantı. 17-ci testdə uşaqlar hansı birləşmədə təsirli hallı söz işlənmişdir? A variantında elmi fəaliyyət yoxdur, təsirli halda söz. B variantı Xəzər dənizi, yəni Xəzərin dənizi qeyri-müəyyən yəlik halda təsirli hal deyil. C variantında gözəlliyi duymaq. Aha, gözəllik, gözəlliyi. Burada i təsirli halda. Ona görə doğru variantımız C variantı. 18-də təsirli hallı söz hansı birləşmədə işlənmişdir? Zehni iş. Zehni burada i təsirli hal deyil uşaqlar. B variantında Baykal gölü, Baykalın gölü, yəni qeyri-müəyyən yəlik halda təsirli hal deyil. C variantında həyati əsər. Xeyr, burada da yoxdur. Yaxşılığı qiymətləndirmək. Yaxşılığı burada yaxşılıq, yaxşılığın, yaxşılığa, yaxşılığı i burada təsirli halda. Ona görə D-ni götürürük. 19-da hansı cümlə yerlik halda olan isimlə başlanır? Onda yerlik halda isim deyil, səndə isim deyil. Zərfdə əsas nəticəsi də burada yerlik halın şəklisi deyil uşaqlar. Bu də bağlayıcıdır. Bölgədə, bəli, bölgədə vəziyyət sabitdir. Bölgədə burada yerlik halda olan isimdir. Doğru variantımız D variantı. 20-də Azərbaycanın şair və yazıçıların portretləri birləşməsində altından xətt çəkilmiş sözün hansı halda olduğunu və buraxılmış şəkilçiləri müəyyən edin. Azərbaycanın şair və yazıçılarının, bax, yazıçılarının sözünə əsasən biz bilə bilərik ki, burada da şairlərinin olmalıdır əslində. Yəni Azərbaycanın şairlərinin və yazıçılarının portretləri. Baxın, bizdən dedi ki, hansı halda olduğunu və buraxılmış şəkilçilərini müəyyən edin. Hansı haldadır? Şairlərinin, yəlik haldadır və şairlər cəm şəklisi buraxılıb. Şairləri i burada mənsubiyyət, şairlərinin n bitirici, in isə hal şəklisidir. Sondakı in hal şəklisidir. Doğru variantımız A variantı. 21-də hansı cümlədə mənsubiyyət şəkilçili söz təsirli haldadır? Mənsubiyyət şəkilçili söz təsirli haldadır istəyir bizdən. A variantı Zəngilan meşələrində. Zəngilanın meşələri i burada mənsubiyyət şəklisidir. D yerlik halın şəklisidir. Ona görə buna baxmırıq. Nadir şərq çinarı görə bilərsən. Yəni nadir şərqin çinarı i burada mənsubiyyət və çinarını görə bilərsən. N bitirici, digər i isə təsirli hal şəklisidir. Ona görə doğru variantımız A variantıdır. 22-də cümlələrdən hansında dadə yerlik hal şəklisidir? 22-də deməli, sözdən düzgün istifadə olunanda məna da aydın olur. Olunanda burada yerlik hal şəklisi deyil. İstifadə olunanda. Yox, yerlik hal şəklisi deyil. Mən də bugün səninlə getmək istəyirəm. Buradakı də bağlayıcıdır, yerlik hal şəklisi deyil. Bəlkə bu yerlərə bir də gəlmədim. Yenə də yerlik hal şəklisi deyil. Burada da bir deyil, 5 deyil, onlar həyatda. Baxın, həyatda nədə? Buradakı nədə sualına cavab verir. Da ona görə D variantı, ona görə doğru variantımızdır. Həyatda burada yerlik haldadır. 23-də qeyri-müəyyən yəlik halda olan isim hansı cümlədədir? Bəxtin qarası. Bəxtin burada yəlik halda, müəyyən yəlik halda. Ona görə biri götürmürük. 2-də başqasının eybini. Başqasının yenə də müəyyən yəlik halda. Bizi sızan, əzən torpaq həsrətidir. Torpaq həsrəti, yəni torpağın həsrətidir. Burada qeyri-müəyyən yəlik hal var. 3-ü götürək.
Cənnət anaların ayaqlarının altındadır. Burada da nın, yəni qeyri-müəyyən yiyəlik hal var. Yazıcı əsəri yenicə tamamlamışdır. Yazıcı burada adlı haldadır. 3-4 doğru variantımız C variantı. 24-də. İşarələnmiş sözlərdən ikisi adlı haldadır. Əmim bugün qayıdacaq. Əmim elə adlı haldadır. Mənim əmim. Mənsub şəkilçilidir və adlı haldadır. Xalq şairi, yəni xalqın şairi, qeyri-müəyyən yiyəlik hal. Vasif yaxşı tələbədir. Tələbə adlı haldadır. 3-ü götürək. Sabahki məruzə üçün xeyli materialı topladıq. Materialı qeyri-müəyyən təsirli hal. Dünya bizim hamımızın. In burada yiyəlik hal. Ona görə 1-3 doğru variantımız C variantı. 25-də. Hansı cərgədə altına xətt çəkmiş sözlərin hər ikisi təsirli haldadır. Gözünü açanda gördü ki, dostları ətrafında dayanıb. Gözünü burada təsirli haldı. Dostları da burada yenə də təsirli qalan şəklisidir. Doğru variantımız A variantıdır. Məsələn, B-də baxaq. Birazdan avtobus gələcək. B variantında avtobus birazdan gələcək. Birazdan avtobus gələcək. Avtobus burada adlıq, uşaqlar yola düşəcək adlıq. C-də Şahinin modeli adlıq, birinci yeri tutdu. Bu yeri təsirlik, ayaqları sözünə baxmadı. Adlıq, çamadanı yerə qoydu. Təsirlik. Seyran göyərçin gördümü? Göyərçini təsirlik. Gözlərini göyə zilləyib duracaq. Bu da təsirlik. Seyran göyərçin gördümü? Nəyi gördümü? Göyərçini təsirlik. Gözlərini. Özünün gözlərini. Gözlərini də təsirlik haldadır uşaqlar. Göyərçini də qeyri-müəyyən təsirlik haldadır. Doğru variantımız E variantıdır. A-ya baxaq bir də. Gözünü açanda gördü ki, gözünü, özünün gözü, gözünü. Bu təsirlik haldır, gözünü. Dostları ətrafında dayanıb. Dostları onun dostları. Bu isə adlı haldır uşaqlar. Dostları adlı haldır. A yox, doğru variantımız Y variantıdır. Düzürlü hesab eləyin. 26-da hansı mətndə işarələnmiş isimlər yiyəlik haldadır? Nağılların çox maraqlı idi. Baba. Bir dəqiqə. 26-da. Nağılların burada yiyəlik hal, bir də bizdən nağılların, sən nağılların çox maraqlı idi. Adlı hal, biri götürmürük, bizdən yiyəlik hal istəyir. Şəklin arxasında yazı var idi. Şəklin yiyəlik hal. Rəngin niyə ağardı? Sənin rəngindir bu. Ona görə bu da adlı haldır, götürmürük. 4-də. Nağılın bu yeri qızcığazı qorxdu. Nağılın burada yiyəlik halın şəklisidir. Götürək. Şəklin divarda asılmış sənin şəklin. Bu da adlı haldır. Götürmük. Düzgün variantımız 2-4 A variantı. 27-də uşaq ismi hansı cümlədə təsirlik haldadır? Uşağı dəcəldir. Onun uşağı dəcəldir. Bu mənsub şəklisidir. Təsirlik qalan şəklisi deyil. Bizdən təsirlik istəyir. Uşağı axtarma. 2-ni götürək. Təsirlik haldadır. Uşağı çoxdur. Onun uşağı bu adlı haldır. 4-də uşağı çağırırsan. Bəli, təsirlik haldadır. Uşağı böyüyür. Onun uşağı bu da adlı haldır. 2-4 doğru variantımız C variantı. 28-də sonu samitlə bitən isimlərdə yiyəlik hal şəkilçisi hansı qrammatik şəkilçi ilə formaca oxşardır? Sonu samitlə bitən isimlərdə yiyəlik hal şəkilçisi hansı qrammatik şəkilçi ilə formaca oxşardır? Məsələn, götürək sonu samitlə bitən kitab sözünü. Bunu yiyəlik halda işlədək. Kitabın. Kitabın, məsələn, sənin kitabın deyəndə buradakı ın mənsubə şəkilçisidir. Bir də var, kitabın məndə qalıb. Burada isə kitabın sözü yiyəlik halda. Deməli, yiyəlik halda
Yiyəlik halın şəklisi, ın şəklisi hansı şəkli ilə oxşar oldu? Mənsubiyyət şəklisi ilə. Deməli, ikinci şəxsin təkinin mənsubiyyət şəklisi ilə oxşar oldu. Sənin kitabın. Fikir verin, sənin ikinci şəxsin təki, kitabın ın, burada mənsubiyyət şəklisi. Düzgün variant Y variantı. 29-da. Vaqif, sabah məni yola sal gedim, torpaq evciyimi ziyarət edim. Ordadır dünyanın zövqü, ləzzəti. Sən də öz boyundan at bu minnəti. Kəndimizə qayıt nümunəsində işarələnmiş sözlərin ikisi adlı haldadır. Baxaq. Məni təhsilik al. Torpaq evciyim, evciyimi, bu da təhsilik aldı. Getdi. Zövqü, dünyanın zövqü adlıq, dünyanın ləzzəti adlıq. Zövqü, ləzzəti adlıq haldadır. Sən də öz boyundan at bu minnəti. Minnəti burada təhsilik aldı. Deməli, zövqü, ləzzəti düzgün variant Y. 30-da. Bahar fəsli yaz ayları gələndə süsənli, sümbüllü, laləli dağlar, yoxsulu, ərbabı, şahı, gədanı tutmaz bir-birindən aralı dağlar. Nümunəsində işarələnmiş sözlərin ikisi təhsilik halda, ikisi təhsilik halda deyil. Bahar fəsli, baharın fəslidir. Bu qeyri-müəyyən yiyəlik halda götürək, təhsilik halda deyil. Yazın ayları. Yazın ayları. Bu isə adlıq haldır. Yoxsulu təhsilik, ərbabı təhsilik, şahı təhsilik. Deməli, düzgün variantımız Y variantı. 31-də. Mənim belələrindən yuxarılardan xəbərim yox idi. Həyatın bərkində, boşunda bilməmişdim. Cümləsindəki isimlərin hansı halda olduğunu müəyyən edin. Baxaq, mənim belələrindən, yuxarılardan xəbərim. Mənim xəbərim bu adlıq haldır. Həyatın yiyəlik, bərk sifətdir, boş sifət, bilməmişəm feil. Deməli, bir adlıq, bir yiyəlik. B variantı. 32-də. Sənin bu rəqs havasından xoşun gəlir cümləsindəki isimlərin hansı halda olduğunu müəyyən edin. İsimlərin deyir, hansı halda. Sənin bu rəqs havasına, yəni rəqsin havasına qeyri-müəyyən yiyəlik hal, havasından çıxışlıq hal. Deməli, bir yiyəlik, bir çıxışlıq. D variantı. 33-də. Yönlük hal əsasən hərəkətin istiqamətini və ya çatılacaq son nöqtəni bildirir. Hansı cümlədə işarələnmiş sözə bu izahı aid etmək olmaz? Yönlük hal əsasən hərəkətin istiqamətini və ya çatılacaq son nöqtəni bildirir. Hansı cümlədə işarələnmiş sözə bu izahı aid etmək olmaz istəyir bizdən? Maşın bazara yaxınlaşdı. Baxın, bazara, bu maşının istiqaməti bazara doğrudur da, düzdürmü? Burada istiqamət bildirir. Və həm də çatılacaq son nöqtəni. B-də əlaçıların şəklini şərəf lövhəsinə vurdular. Yenə də istiqaməti bildirir. Keçən yayda dənizə çox getmişik. İstiqamət, yəni getmişik dənizə doğru istiqamət. D-də qonşumuz kəndə getməyi xoşlayır. Kəndə də istiqamət bildirir burada. Y variantında deyircəkli qələmi 50 qəpiyə aldım. Burada qəpiyə uşaqlar, qəpiyə istiqamət bildirmir. Ona görə Y variantı. 34-də yönlük hal əsasən hərəkətin istiqamətini və ya çatılacaq son nöqtəni bildirir. Hansı cümlədə işarələnmiş sözə bu izahı aid etmək olmaz? Şəhərə az qalırdı. Şəhərə doğru istiqamətdir. O çörəyi 2-yə böldü. Bəli, 2-yə burada istiqamət deyil axı uşaqlar. Məsələn, limana qayıtdıq, istiqamət, gəmiyə mindik, maşın dağı qalxdı, hamısı istiqamətdir. Doğru variantımız B variantı. 35-də şair sözü hansı nümunədə təhsilik haldadır? Şairi Hələbdə qətlə yetirdilər.
Elə A variantı da şairi. Burada təsdiq qaldı. Məsələn, qəlb şairi, qəlbin şairidir. Bu əslində buradakı i mənsubiyyətdir, adlıq haldadır. Şair sözü, şairin sözü bu yəlik haldadır. Bəxtiyar Vahabzadə xalq şairidir, xalqın şairi. İ burada mənsubiyyət şəklisidir, şairi özü adlıq haldadır. Mikail Müşfiq incə duyğular şairidir. İncə duyğuların şairi, yenə də burada i mənsubiyyət şəklisidir, özü isə şairi sözü adlıq haldadır. 36-da evləri sözü hansı nümunədə adlıq haldadır? Evləri var, xana-xana. Elə 36-da A variantıdır, evləri. Adlıq hal, evlərinin yiyəlik, evlərinə, evlərini, evlərində, evlərində. A variantı. 37-də şəhər sözü hansı cümlədə adlıq haldadır? Belə gözəl şəhər görməmişəm, şəhəri görməmişəm. Təsdiq hal. B variantında şəhər yerində yaşamaq çətinləşir. Yəni şəhərin yerində bu yiyəlik haldır. Susuz səhrada yeni şəhəri saldılar. Qeyri-müəyyən təsdiq hal. Bakı şəhəri. Baxın, Bakının şəhəri, burada mənsubiyyətdir. Şəhəri özü isə adlıq haldadır. Ona görə düzgün variantımız D variantı. Bu şəhəri hamı bəyənir. Şəhəri burada Y variantında şəhəri sözü təsdiq haldadır. 38-də dövlət sözü hansı cümlədə adlıq haldadır? Dövlətə kömək etmək, yönlük hal, dövləti hamımız qorumalıyıq. İ burada təsdiq hal, hüquqi dövlət qurmalıyıq. Yəni hüquqi dövləti qurmalıyıq. Qeyri-müəyyən təsdiq hal. Deyə baxaq. Dövlət rəhbərləri tribunaya qalxdılar. Dövlət rəhbərləri, yəni dövlətin rəhbərləri, qeyri-müəyyən yiyəlik hal, dövləti başından aşır. Yəni onun dövləti, burada mənsubiyyət şəklisi, özü isə adlıq haldadır. Doğru variantımız ilə Y variantı. 39-da nümunədə işarələnmiş sözlər ismin hansı halındadır? Gələk mehri məhəbbətim, üzün məndən niyə döndü? Üzün adlıq haldır. Bir adlıq. Ağzı şəkər. Ağzı adlıq, şəkər adlıq. Sonra ləbi qəndim, ləbi ağzı şəkər, ləbi qəndim. Bu adlıq. Üzün məndən niyə döndü? Üzün də adlıq. Yalnız adlıq halda uşaqlar. Hamısı adlıq haldadır. 40-da nümunədə işarələnmiş sözlər ismin hansı halındadır? Yanaqların yiyəlik, oxlasan yaram sağalmaz, yaram mənim yaram, bu da yiyəlik, qaşın cəllad, ın yiyəlik, gözün almaz, cəllad adlıq hal, gözün yiyəlik almaz adlıq, tellərin bağrımı kəsən tellərin, sənin tellərin, bu da adlıq. Adlıq yiyəlik, hansı da C variantı. Bir dəqiqə. Bir də yanaqların uşaqlar, üzrlüysə, yanaqların, sənin yanaqların adlıq haldır. Adlıq. Adlıq hal. Yaram, mənim yaram adlıq. Qaşın, sənin qaşındır da. Bu ın burada yiyəlik yox. Mənsubi şəklisi, cəllad adlıq. Gözün, sənin gözün adlıq. Almaz adlıq. Sənin tellərin, bu da adlıq. Yalnız adlıq haldadır. Y variantı. 41-də işarələnmiş sözlərin hansında təsirlik hal şəklisi işlənmişdir? Arzunun niyyəti, buradakı i mənsubi şəklisidir. Komandirin əmri mənsubi şəklisidir. Azadlıq meydanı, azadlığın meydanı mənsubi şəklisi. Dükan sahibi alıcıları hörmətlə qarşıladı. Baxın, alıcıları burada təsdiq aldı. Doğru variant D variantı. Sərhəd gözətçisi, sərhədin gözətçisi olmaq. Bu da adlıq haldır. Doğru variantımız D variantı. 42-də işarələnmiş sözlərin hansında təsdiq hal şəklisi işlənmişdir? A variantda bugün əmanət bankı bağlı idi. Adlıq haldır burada. Bizdən təsdiq istəyir. Dovşanın gümanı adlıq hal. Dünya malı, dünyada qalır. Dünyanın malıdır, bu adlıq hal. Rəisin qəbul otağı, rəisin otağıdır da bu. Yenə də mənsubi şəklisi, yəni özü də adlıq haldadır. Çoban
var, sürünü aparıb gətirər. Sürünü təslik al. Doğru variantımız Y variantı. 43-də. Əyil dəsmalın götür. Yəni, bir dəqiqə. Mən götürsəm söz olar. Nümunəsində işarələnmiş söz ismin hansı halındadır? İşarələnmiş söz dəsmalın götür. Yəni dəsmalını götür. Girməyən təslik haldadır. Y variantı. 44-də nümunədə işarələnmiş sözlər ismin hansı halındadır? Dağ döşündə, dağın döşündə yəlik hal. Qoymaram bağrı bişə, onun bağrı, bu da adlı hal. Sonra yar yolunda ağlamaq, yarın yolunda, bu da yəlik hal. Deməli, yəlik adlıq B variantı. 45-də. Nümunədəki işarələnmiş sözlər ismin hansı halındadır? Bugün ayın 3-üdür. Ayın yəlik hal. Girmə bostan içidir, yəni bostanın içidir. Bu da yəlik hal. Dodaqların yəlik hal. Dilin, dodaqların, sənin dodaqların adlı haldır bu. Burada mənsup şəklisidir. Dilin, sənin dilin adlı hal. Badam içidir. Badamın içidir yəlik hal. Adlıq yəlik, doğru variant C variantı. 45-də C. 46-da. Hansı cümlədə təslik halda olan söz yoxdur? Baxaq. Nəyi axtardığı məlum deyil. Nəyi təslik haldır? Leyla bağdan gülü dərdi. Qeyri-müəyyən təslik hal. İlqar yaxşı köynəyi axtarırdı. Qeyri-müəyyən təslik hal. Bütün günü küçəni gəzdik. Müəyyən təslik hal. Söhbəti çox maraqlı idi. Söhbəti burada mənsup şəklisidir. Özü isə adlı haldadır. Y variantı. 47-də. Hansı cümlədə yəlik halda olan söz yoxdur istəyir. Kitab azadındır. Apar özünə ver. Azadın. Burada yəlik halda getdi. Dünən fizika dərsi, fizikanın dərsidir. Bu qeyri-müəyyən yəlik halda fizika sözü getdi. Bizim kəndimiz dağların qoynu, dağların burada qeyri-müəyyən təslik halda işlənib. Dağlar sözü getdi. Kənddəki qoşun da gələcəkmi? Kənddəki qoşun adlı hal. Deyilir, doğru variant A variantıdır. Yəlik halda söz yoxdur. Y variantında dünya malı dünyada qalacaq. Dünyanın malı. Bu da qeyri-müəyyən yəlik hal. Ona görə Y də getdi. 48-də. Uyğunluğu müəyyən edin. Cümlədə işarələnmiş isimlər adlı haldadır. 1-ə yazacaq, 2-də yəlik, 3-də təsirlik. Aya baxaq. Çörək ətri heç zaman azalmasın. Çörəyin ətridir də, bu qeyri-müəyyən yəlik haldır. Bunu yazırıq 2-nin qarşısına. El bir olsa dağı oynadar yerindən. Dağı təslik haldır. B-ni yazaq 3-ün qarşısına. C variantına baba dağ ən uca dağdır. Dağ isə adlı haldadır. C-ni yazırıq 1-ə. D-də 17 noyabr milli dirçəlişin günüdür. Bu da yəlik hal. D variantını yazırıq 2-yə. G-də səsin mənə çox danış. Səsin, sənin səsin. Bu, in burada mənsubiyyət şəklisidir. Özü isə adlı haldadır. Bunu da yazırıq 1-ə. 1-də C-Y, 2-də A-D, 3-də B, A variantı. 48-də A. 49-da. Uyğunluğu müəyyən edin. Baxaq, A variantında çörək zavodları, çörəyin zavodları. A-nı yazırıq 2-yə. Yəlik haldadır. Çörək sözü qeyri-müəyyən yəlik haldadır. Burada B-də zərbi kərən sındırar. Yəni kərəni sındırar. Burada da qeyri-müəyyən təslik halda işlənib kərən sözü. B-ni yazırıq 3-ə. C-də ağac gövdəsinin kəsilmiş və yonulmamış yoğun hissəsi kərən adlanır. Buradakı kərən isə adlı haldadır. Bunu yazırıq 1-ə. 15 iyun milli qurtuluşun günü. Qurtuluşun. Bu da qeyri-müəyyən yəlik haldır. D-ni yazırıq 2-yə. Y-də sözün mənə yaman təsir etdi. Sənin sözün. Burada ün mənsubiyyət şəklisidir. Sözün də adlı haldadır. Ona görə Y-ni də yazırıq 1-ə. 1-də C-Y, 2-də A-D, 3-də B, A variantı. 49-da A. 50-də. 50-də. Hansı cümlədə mənsubiyyət şəkilçisi qəbul etmiş söz adlı haldadır? O baharın başı
I burada mənsubiyyət, başına A yönlük, adlı halda deyil, getdi. Səlimin tablosu. Aha, Səlimin tablosu. Bu isə baxın B variantıdır, doğru variant. Səlimin tablosu. Su burada mənsubi şəklisidir. Öz isə adlı haldadır. B variantı. 51-də. Hansı cümlədə mənsubi şəklisi qəbul edib çıxışlı halda olan söz var? Yəni eyni o testdən. Ağa Məcid ağlayan kimi adamları qohum-əqrabası tökülüb gəlmişdir. Onun adamları. Bu adlı xaldır, bizdən çıxışlı xal istəyir. Getdi A variantı. B-də Mərdan ayağını. O özünün ayağı mənsubiyyət, digər I isə təsdiq xalın şəklisi, çıxışlı deyil, getdi. Onların çoxu buna bənzər hadisələr görmüş və ya eşitmişdir. Çoxu burada mənsubi şəklisidir, özü də adlı haldadır, çıxışlıq deyil, getdi. Sona xalçanı çəkib aradan çıxdı. Aradan çıxdı. Yox, burada da yoxdur. Cahandar ağa oğlunun yaxasından, baxın, yaxasından burada çıxışlı qaldı. Onun yaxası, sı burada mənsubi şəklisidir, n bitişdiricidir, dan isə çıxışlı qalan şəklisidir. Doğru variant Y variantı. 52-də. Qeyri-müəyyən təsdiq halda işlənmiş, qeyri-müəyyən təsdiq halda olan isim hansı cümlədədir? Hələ siz Xudayar bəyi yaxşı tanımırsınız. Xeyr, qeyri-müəyyən təsdiq yoxdur. Orada əhvalatı öyrəndikdən sonra nökəri Əzizlə ata minib öz yurduna qayıtdı. Burada yönlük haldır, yurduna sözü. İndi söz yox. Kənardan baxan Xudayar bəyi məzəmmət eləyir. Kənardan bəyi yoxdur. D variantında Şəbnəm hər iki qızı üçün şəkilli kitab aldı. İsim, qeyri-müəyyən təsdiq. Şəkilli kitabı aldı. Baxın, şəkilli kitabı aldı. Qeyri-müəyyən təsdiq halda kitabı sözü. D variantı, doğru variant. 53-də. Altına xətt çəkilmiş isimlərin hallarını ardıcıllıqla müəyyən edin. Məhsul yığımından, yəni məhsulun yığımı. Yəlik hal, yəlik. Yığımından çıxışlıq. Şəhərə yönlük, yönlük. Sonra təzə nübar meyvə apardılar. Yəni meyvəni apardılar, bu da təsirlik. Yerlik, deməli, yəlik, çıxışlıq, yönlük, bir də təsirlik qaldı. C variantı. 54-də. Sillogizmi necə tamamlamaq olar? Deyir ki, qeyri-müəyyən təsirlik və qeyri-müəyyən yəlik halda olan sözlər nə sualına cavab verir? Bəli, bildik. Sonra 2-də. Adlıq halda olan sözlər də nə sualına cavab verir? Deməli, yuxarıda deyir ki, uşaqlar, qeyri-müəyyən təsirlik və qeyri-müəyyən yəlik halda olan sözlər də nə sualına cavab verir? 2-də deyir ki, adlı halda olan sözlərdə nə sualına cavab verir? İndi 3-ü elə tamamlamalıyıq ki, 1 və 2-yə də aid olsun. Yəni, deməli, bütün nə sualına cavab verən sözlər o demək deyil, adlı haldadır. Başa düşdünüzmü? Baxın, A variantına baxın, adlıq, yəlik və təsirlik hal eyni cümlə üzvü olur. Xeyr, bunu salmaq olmaz, 3-ə yerləşdirmək olmaz. B-də nə sualına cavab verən bütün sözlər adlı halda deyil. Bəli, elə doğru variantımız B variantıdır, dediyim kimi. Keçək 55-ə. Sonra cümlələrin biri təsirlik halda olan isimlə başlamır. Fikri hələ də körpəsinin yanında idi. Elə A variantı da fikri, onun fikridir. Burada I mənsubə şəklisidir. Elə fikri də adlı haldadır. A variantı. 56-da cümlələrdən biri təsirlik halda olan isimlə başlayır. Yaxşıları tanımaq olmur. Təsirlik hal deyil. Getdi. B variantında gözlərimi qan
eylədin nədəndir? Gözlərim, in burada mənsubiyyət, gözlərimi i isə təslik aldı. Elə bizdən də təslik al istəyir, ona görə B variantı. 57-də mən işığam qaranlığın qənimi, mən insanam daşıyıram qəlbimdə dünyaların sevincini, qəmini. Nümunəsində fərqlənmiş sözlər ismin hansı halındadır? Mən işığam. İşığam. İşıq adlı hal. Bu adlı hal. Qaranlığın qənimi adlı hal. Mən insanam. Yaxşı, insanam. Sonra sevincini, qəmini. İ burada təslik aldı. Nə oldu? Adlıq təslik. Y variantı. 58-də. Hansı cümlədə isimlərin hamısı eyni halda işlənmişdir? Diləyim adlıq isimlərin hamısı deyir ha. Başqasına baxmırıq. Hər gecə. Gecə adlıq, hər gün sənin qələmindən bu isə çıxışlıq A getdi. Hamısı eyni halda deyil. Bizdə hamısı eyni halda istəyir. Sonanın yiyəlik, xalçası adlıq getdi. Bir adlıq, bir yiyəlik. Mən bir müddət dostumun yiyəlik evində çıxışlıq getdi. Azaflı dil açdı. Dili açdı da bu qeyri-müəyyən təslik. Baharından çıxışlıq getdi. Onun əlləri adlı hal işləməkdən daş kimi, daş da adlı hal. Adlı hallıq Y variantı. 59-da. Hansı cümlədəki isimlərin hamısı eyni halda işlənmişdir? Deyirlər ki, ana duası, ananın duasıdır. Ananın qeyri-müəyyən təsdiqat duası adlı hal getdi, eyni hal deyil. Heydər baba kəkliklərin yiyəlik hal uçanda kol dibindən, kolun dibindən, bu da yiyəlik dibindən çıxışlıq hal getdi. C variantında bahar üçün bahar adlı hal ən çətin iş o idi ki, ağası adlı hal razı qalsın, bu da feil. Yəni elə bahar, ağası hər ikisi adlı hal C variantı. 60-da. Hansı cümlədə ismin bütün hallarında olan sözlər işlənmişdir? İsmin bütün hallarında. Dünyanın yiyəlik, sirrini adlıq. Hələ də bəşər, övladı, bəşərin övladı adlıq, öyrənməm. Yox, bütün hallar yoxdur burada. B-yə baxaq. Şəhərdən çıxışlıq, xəstəni görməyə gələn sakinlərin yiyəlik. Sonra hamısı otaqda yerlik əyləşmişdi. Sonra burada çıxışlıq, yerlik, yiyəlik, xəstəni. İsimlər demir, ümumiyyətcə sözlər deyir. Sözlər deyəndə məsələn sifət də götürə bilərsiniz. Xəstəni burada deməli oldu təslik hal, görməyə yönlük hal, gələn hamısı adlı hal. Deməli adlıq hamısı, yiyəlik sakinlərin, yönlük görməyə, təslik xəstənin, yerlik otaqda, çıxışlıq da şəhərdən. B variantı. 61. Hansı cümlədəki isimlərin hamısı eyni halda deyil bu dəfə? Birdə qaz idarəsi, qazın idarəsi, yiyəlik hal, idarəsi isə adlı hal. Biri götürək. Bəli, eyni halda deyil deyir də bizdən. Biri götürürük. 2də pəncərənin şüşəsidir də bu. Pəncərənin yiyəlik, şüşəsi adlıq. 2-ni də götürək. 3də əlləri adlıq, qar adlıq. Yox, 3-ü götürmək eyni haldadır. Vüsalla Seymur, Xalid. Hər üçü eyni halda götürmürük. Muradın özü. Muradın yiyəlik. Özü üçün qələm aldı. Murad özü üçün qələm aldı. Murad burada adlı halda. Muradın özü deyil, Murad adlı halda. Kim? Adlı hal Murad qələm aldı, yəni qələmi aldı. Baxın, Murad adlı qələmi qeyri-müəyyən təslik, fərqli hallardadır. 5-i də götürürük. Mənim qardaşım. Tələbə hər ikisi adlıq götürmürük altını. Doğru variant 1, 2, 5. B variant. 62-də. Hansı cümlələrdəki isim həm adlıq, həm də təslik hal hesab etmək olar?
Həm adlı xal hesab eləmək olar, həm təslik hal. İndi xörək bişir. Aha, biri var. İndi xörək bişir. Yəni xörək bişir. Nə bişir? Belə olanda adlıq. Bir də var ki, indi onun xörəyi bişir. Bir dəqiqə. Hə, yəni uşaqlar baxın, indi xörək bişir, xörək bişir. Sən bişir. Hə, indi sən xörək bişir, yəni xörəyi bişir. Belə olanda təsirlik. Bir də var ki, indi xörək bişir. Nə bişir? Xörək bişir. Belə olanda adlıq. Ona görə biri götürək. Sonra 2-də əlbəttə sərnişin də gözləyir. Biri var. Sərnişin də gözləyir. Kim gözləyir? Sərnişin. Belə olanda adlıq. Biri də var. O, əlbəttə sərnişini də gözləyir. Yəni qeyri-müəyyən təsirlik. Ona görə ikisini də götürürük. Sonra Asif məqaləni diqqətlə oxu. Yox, burada məqaləni yalnız təsirlik hal olacaq. Götürmürük, adlıq olmayacaq. 4-də əsəri bəyənildi. Onun əsəridir. Bu yalnız adlıq olacaq. 5-də bayaqdan müştəri gözləyir. Hə, biri var, bayaqdan müştəri gözləyir. Yəni kim gözləyir? Müştəri. Belə olanda adlıq. Biri də var, o bayaqdan müştərini gözləyir. Bir də var belə, bunda da qeyri-müəyyən təsirlik hal. Ona görə 5-i də götürürük. 6-da uşaq bağçasını təmir etdilər. Yəni uşağın bağçası mənsubiyyət, bu isə yalnız təsirlik, adlıq halda olmaz. Ona görə 1, 2, 5. B variantı. 63-də yiyəlik və təsirlik halların ortaq cəhətlərini müəyyən edin. Hər ikisi təsriflənən feillə əlaqəyə girə bilir. Təsriflənən feillər hansıdır? Feilin sadə şəkilləri. Bir doğru deyil uşaqlar. Təsriflik halı götürək. Məsəl üçün kitabı mənə ver. Ver əmr şəklidir. Yəni təsriflənən formadır. Kitabı da təsriflik haldır. Deməli təsriflik hal feillə əlaqəyə girə bilir. Amma yiyəlik hal kitabın sənin kitabın yox, kitabın məndədir. Kitabın məndədir. Daha doğrusu, sənin kitabın oldu. Bu kitabın səhifəsidir. Məsələn, kitabın sözü səhifəsidir. Yox, bu yiyəlik hal təsriflənən feillə əlaqəyə girə bilməz. Biri götürə bilmərik, 2-də. Qoşmalarla işlənə bilirlər. Baxın, qoşmalar adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarındakı sözlərə qoşulur. Təsirlik hala qoşulmur. Ona görə 2-ni də götürmürük. 3-də qeyri-müəyyən forması var. Bəli, müəyyən yiyəlik hal, qeyri-müəyyən hal, müəyyən təsirlik hal, qeyri-müəyyən təsirlik hal. Ona görə 3-ü də götürürük. 4-də şəkilçiləri məsdərlərə və şəxs əvəzliklərinə qoşula bilir. Aha, olur da. Yiyəlik halın şəkli hansıdır? In. Oxumaq, oxumağın qoşula bildi. Təsirlik hal şəkli hansıdır? I + 4. Oxumağı qoşuldu və şəxs əvəzliklərinə də qoşula bilir. Məsəl üçün sən, yiyəlik hal sənin, təsirlik hal səni. Bəli, 4 düzgündür. 3, 4, sonra 5-də ayrılıqda cümlənin xəbəri ola bilir. Təsirlik hal heç vaxt xəbər ola bilmir uşaqlar. Yadınızda saxlayın. 3, 4. Doğru variant A variantı. 64-də nümunələrdə bağ isminin hansı hallarda işləndiyini müəyyən edin. 1-də, daha doğrusu oxuyaq nümunəni. Qonşu paxıl olmasa bağ çəpəri neyləyər? Bu adlıq haldır. Bağa baxarsan, bağa burada yönlük haldır. Bağ olar, nə olar? Bu adlıq haldır. Baxmazsan dağ olar. Adlıq yönlükdür. Düzgün variant D variantı. 65-də ismin hansı halları ismin halları ilə bağlı səhv fikirləri müəyyənləşdirin. 1-də sonu samitlə bitən sözlərə qoşulan hal şəkilləri amonimdir. Məsələn, kitab, kitabın,
In burada bəli amonimdir. Kitabdan. Dan amonimdirmi? Bəli, həm leksik, həm qrammatik şəkilçi kimi. Bir doğru variantdır uşaqlar. Biz demişdik ki, ümumiyyətcə ismin hallarına qoşulan fərqi yoxdur, samitlə bitsin, saitlə bitsin. Hal şəkilçilər amonimdir. Ona görə bir doğrudur. Bizdən səhvi istəyir uşaqlar. 2-yə baxaq. İsmin bütün hallarında olan sözlər cümlənin xəbəri ola bilir. Xeyr, təsirlik hal ola bilmir. 2 səhvdir götürürük. Təsirlik hal xəbəri ola bilmir. 3-də təsirlik və yerlik haldan başqa bütün hallar qoşmalarla işlənə bilir. Təsirlik qoşmalarla işlənə bilmir. Ona görə səhvdir. 3-ü də götürək. Təsirlik və yerlik hallardan, təsirlik və yerlik hallardan başqa deyir uşaqlar bizə. Yox, 3-ü götürmürük. 3-ü düzləyir axı. Bütün hallar qoşmalarla işlənə bilir. Bəli, 3 düzgündür. 4-də yönlük və çıxışlıq halda olan isimlər məzmunca bir-birinin əksidir. Bəli, yönlük bir yerə getmə. Çıxışlıq isə həmin yerdən çıxma. Məsəl üçün məktəbə getmə, məktəbdən çıxma. Yəni mənim getməyimin yönü, istiqaməti məktəbə. Bir də var ki, mən məktəbdən çıxdım. Ona görə 4 də doğru variantdır. 5-də yönlük və çıxışlıq halda olan bütün sözlərdə şəkilçilərin yazışı və tələffüzü fərqlidir. Xeyr, məsəl üçün nənəyə yazılır, nəniyə deyilir. Baxın. Nəniyə deyilir. Amma burada deyir ki, yönlük və çıxışlıq halda olan bütün sözlərdə şəkilçilərin yazışı və tələffüzü fərqlənir. Bütün sözlərdə yox uşaqlar. Məsəl üçün nənəyə sözündə nənəyə yazılır, nəniyə deyilir. Amma bir də var ki, kitab sözünü yönlük halda işlədək, kitaba yazılır, elə kitaba da deyilir. Yəni bütün sözlərdə fərqli tələffüz olunmadı ki, ona görə 5-i səhvdir. Doğru variant 2, 5, Y variantı. 66-da sözlərin birində feildən düzələn isim təsirlik haldadır. Birinci biz axtaraq feildən düzələn ismimizi. Düşmən qırıcıları havaya qalxa bilmədi. Qırıcı, qırıcılar, düşmənin qırıcıları. Təsirlik halda deyil, A getdi. Məktəbimizdə xalq yazıcısı. Xalqın yazıcısı. Bu da deyil, yazıcısı ilə adlı xaldır. Yaz, yazı, yazıcı. Burada isimdən özdə isim düzəlib, heç feildən düzəlməyib. C variantı direktorun yerin tapşırığı. Tapşır, tapşırıq. Direktorun yerin tapşırığı burada adlı xaldır. Götürməyək. Sahədə çalışan xeyli əkinçi gördüm. Əkin yeri, isim, əkinçi. İsimdən düzəlmiş isimdir, özdə təsirlik haldır. Amma feildən düzəlməyib uşaqlar. D də getdi. Günorta poçt işçisi evə bir bağlama gətirdi. Bağla, nə et? Bağlama nə? Feildən düzəlmiş ismimiz buradadır. Baxaq təsirlik haldadırmı? Bağlama gətirdi, yəni bağlamanı gətirdi. Bəli, qeyri-müəyyən təsirlik haldadır, Y variantı. 67-də yəlik halda olan sözlər hansı cümlələrdədir? Dünən gedək xalagilə. Yəlik hal yoxdur. Fikrim sizə aydın oldu mu? Fikrim adlı hal. Burada da yoxdur. Mənim qardaşım mühəndisdir. İkiyə qaydaq uşaqlar. Fikrim sizə aydın oldu mu? Burada adlı haldır. Bizdən yəlik istəyirik uşaqlar. 3-də mənim qardaşım. Mənim burada yəlik haldır. 3-ü götürək. İstiqlal küçəsi şəhərin mərkəzinə. Şəhərin də yəlik haldır. 4-ü də götürək. Qıvrım saçları ona çox yaraşır. Yəlik hal yoxdur. 3-4. 68-də. Altına xətt çəkmiş hansı isimlər yəlik haldadır? Cavabın xoşuma gəlmədi. Adlı haldır. Dost gəlişi, yəni dostun gəlişi qeyri-müəyyən yəlik haldadır. Rəngin niyə ağardı? Bu adlı haldır. Əsərin bu yeri çox maraqlıdır. Əsərin bu yeri, in burada yəlik halda 4-ü götürək. Şəklin məndə qalmış. Sənin şəklin, bu da adlı halda götürmük. 2, 4.
69-da kəndlər sözü hansı cümlələrdə təsirlik haldadır? Kəndləri səfalı idi. Kəndləri, onların kəndləri. Burada təsirlik halda deyil uşaqlar. Onların kəndləri. Burada bu adlı haldadır. 1 getdi. 2-də kəndləri qazla təmin etmək lazımdır. Bəli, kəndləri nəyi qazla təmin etmək lazımdır? Kəndləri. Nəyi sualına cavab verir? Təsirlik haldır. 2-ni götürək. Kəndlər abadlaşdırıldı. Bu adlı halda götürmür. Uzaqdan kəndlər görünür. Kəndlər burada adlı haldır. 5-də muğam düzündə yeni bir kəndlər saldıq. Yəni kəndləri saldıq. Qeyri-müəyyən təsirlik haldır. 5-i də götürək. 2, 5. 70-də nümunədə nömrələnmiş sözlərdən hansılar adlı haldadır? Dilin yiyəlik hal. Sözləri adlı hal. Götürək. 2. Sənin yiyəlik hal. Ana südünün, ananın südü. Bu yiyəlik hal. Südünün yiyəlik hal. Müqəddəsliyi. Südünün müqəddəsliyi mənsup şəklisi ilə işlənib. Özü də adlı haldadır. Götürək. 2, 6. Südünün burada yiyəlik haldır. 71-də nümunədə nömrələnmiş sözlərdən hansılar adlı haldadır? Yəni də istəyir bizdən. 1-də könlüm, mənim könlüm mənsup şəklisi ilə işlənib. Özü adlı haldır. Qaranquş tək. Yəni qaranquş kimi. 2-ni də götürək. Tək var burada. Yəni qoşmadır. Adlı halına qoşulan qoşmadır. Özü də adlı haldır. 2-ni götürək. Qoynuna, sənin qoynun. Mənsubiyyət A isə yönlük. Götürmürük. Adlıq deyil. Gəzir hər yamacı. Bəli, yamacı. Yox, yamacı burada təsirlik haldır. Götürmürük. Hər yalı, təsirlik, yaylaq, adlı hal. Götürək. 1, 2, 6. 72-də adlı hal olan sözləri müəyyən edin. Mən də meydan əriyəm. Meydanındır bu. Qeyri-müəyyən yiyəlik haldır. Əriyəm. Meydanın əriyəm. Bəli, adlı haldır. Meydanın əri. İ burada mənsubiyyətdir. Ən burada şəklisidir. Özü isə adlı haldadır. Götürək. Sən də bir kişi. Kişi burada adlı haldadır. Sonra mərdliklə seçilir. Mərdliklə seçilir. Adlı olan sözləri müəyyən edin. Mərdliklə seçilir. 4-ü götürmürük uşaqlar. Mərdin işi. Mərdin burada yiyəlik haldır. Adlıq deyil. İşi mənsup şəklisidir. İ burada. Özü isə adlı haldadır. 6-nı götürək. Seçilir ona görə götürmədik. Feildir. Feil necə hallana bilər? Yəni məsdər hallana bilər. Burada bu təsvirlənən formada. Ona görə təsvirlənən forma hallanmır. Sonra 73-də adlı halda olan isimləri müəyyən edin. Baxın, adlı hal istəyir, bir də isim istəyir. İgidlik. Nə? İgidlik. Adlı halda. Bir də igidlik. Güləşdə üstünlük qazanmaqda deyil. İgidlik adlı halda uşaqlar. Götürək. Niyə belə elədi? İgidlik. Bu niyə belə eləyir? Bir dəqiqə. Biri götürdük. Aha. Güləşdə adlı hal deyil, yerlik haldır, üstünlük qazanmaqda deyil. Üstünlük adlı hal, üstünlük qazanmaqda deyil. İgidlik güləşdə üstünlük qazanmaqda deyil. İgid o adamdır. Üstünlük qazanmaqda, yəni üstünlüyü qazanmaqda. Bu qeyri-müəyyən təsirlik haldır. 3-ü götürmürük. İgid o adamdır ki. İgid. Bu isim deyil, götürmürük. Adamdır. Bəli, isimdir. Adlı haldadır. Qəzəblənən zaman,
Zamanda, isimdə, adlı haldadır. 1, 5, 6. 74. İsmin adlıq halı ilə bağlı doğru fikirləri müəyyən edin. Adlıq halın yalnız kim və nə sualları vardır? Xeyr, harada sual var eyni zamanda. Onu yazmayıblar, götürmürük biri. 2-də adlıq halda olan söz xəbər ola bilir. Bu kitabdır, məsələn. Kitabdır, adlıq haldadır, xəbərdir. 2-ni götürək. Sonra 3-də. Adlıq halda işlənən isimlər qeyri-müəyyən təslik halda işlənən isim cümlədə eyni vəzifəni daşıyır. Adlıq halda işlənən isimlə qeyri-müəyyən təslik halda işlənən isim cümlədə eyni vəzifəni necə daşıya bilər? Cümlədə eyni vəzifə. Bu adlıq halda, bu qeyri-müəyyən təslik halda. Bu doğru deyil. 4-də. Adlıq halda olan sözlər qoşmalarla işlənir. Bəli, qoşmalar adlıq, yiyəlik, yönlük və çıxışlıq halına qoşulur. Ona görə düz deyir. 4-ü götürək. 5-də lüğətlərdə isimlər adlıq halda verilir. Bəli, bu da doğrudur. Lüğətlərdə isimlər adlıq halda, feillər məsdər şəklində verilir. 75-də nömrələnmiş isimlərdən hansılar yiyəlik haldadır? İsimlər istəyir yiyəlik halda. Əskərəm, Ələskərəm, yandım eşq ataşında. Mən Ələskərəm. Ələskərəm adlı halda bizdən yiyəlik hal istəyir. Yandım eşq ataşında, yəni eşqin ataşında. Bunu bir dəqiqə. Eşq ataşında, yəni eşqin ataşında. Burada qeyri-müəyyən yiyəlik hal var, götürək. Sonra qazdır məzarımı çeşmə başında, yəni çeşmənin başında qeyri-müəyyən yiyəlik hal. Sal sinəm üstündən, sinəmin üstündən. Bu da qeyri-müəyyən yiyəlik hal. Yol, incimənim. Yolda adlı halda götürmürük. 2, 3, 4. 76-da işarələnmiş isimlərdən hansılar adlı haldadır? Yollandı zəmanə. Bir adlı haldadır, bəli. 2-də şairlər adlı haldır. Od tökdü, yəni odu tökdü. Bu təslik halda götürmürük. Şəhriyar səs verdi. 4. Şəhriyar adlı halda götürək. Sonra səsi verdi. Bu səs qeyri-müəyyən təslik halda. Səsi verdi. Götürmürük. Təbriz elindən, yəni Təbrizin elindən. Bu da qeyri-müəyyən yiyəlik halda. Bunu da götürmürük. 77-də nümunədəki təsirlik hallı isimləri müəyyən edin. Ordu komandanlığı, ordunun komandanlığı, ordunun burada bu qeyri-müəyyən yiyəlik haldır. Komandanlığı adlı haldır. Mütəxəssislər hazırlayır, yəni mütəxəssisləri hazırlayır. Qeyri-müəyyən təslik halda götürək. Yerlərə yönlük halda müvafiq qüvvələr və təlimlər göndərir. Yəni qüvvələri və təlimləri göndərir. 5 də qeyri-müəyyən təslikdir, 6 da qeyri-müəyyən təsirlikdir. Sonra 7-də döyüş mövqeyini, döyüşündür də bu qeyri-müəyyən yiyəlik haldır. Sonra mövqeyi, mənsubiyyət, n bitişdirici, isə təslik hal. 8-də götürək. Deməli 3, 5, 6, 8. 78-də hansı cümlələrdə təsirlik halda olan isimlə başlayır? Sözləri mənə keçmiş günləri xatırladırdı. Bu adlı haldır, götürmürük. Körpələri təzə palatalara köçürdülər. Bəli, körpələri təsirlik haldır, amma isim deyil uşaqlar. Sifətdir. İsimləşmiş sifətdir, ona görə götürmürük. Qardaşı bizim kəndin girişində qarşıladı. Onun qardaşı bu adlı haldır. Fikirlərimi bölüşməyə səmimi dostlarım var. Fikirlərimi təsdiq halda özdə isimdir, götürək. 5-də evləri diqqətlə nəzərdən keçirdilər. Evləri isimdir, özdə təsdiq halda. 4, 5. 79-da hansı cümlələr təsirlik halda olan isimlə başlayır? Qəzetləri səliqə ilə stolun üstünə düzmüşdülər. Bəli, təsdiq halda isimli götürək. Gözəlləri gözəllər sifətdir, götürmük. Baxışları ciddi və qürurlu idi. Bu adlı haldır. Qalibləri mühakimə etmirlər. Qalib. Yox, burada bu isim deyil. Qalib necə sifət?
5-də məktəbliləri qələbə münasibətilə təbrik etdilər. Məktəbliləri isimdir və özü də təhsil haldadır. 1-5. Sonra 80-da təhsil halda işlənmiş isimlə başlayan cümlələri müəyyən edin. Baxın, təhsil halda işlənsin deyir və isimlə başlasın. Baxaq bir də kitabları ali məktəbə hazırlaşanda çox işimə yaradı. Yəni onun kitabları yarayıb da. Bu mənsubiyyət şəxsidir, özü isə adlı halda təsdiq deyil, götürmürük. Fikri hələ də dostların yanında idi. Onun fikri. Fikri burada adlı haldadır. Sonra 3-də məktəbləri yarışa çağırmışlar. Bəli, isimdir. Məktəbləri kimi sualına cavab verir. Kimi, nəyi, haranı, təsdiq alan sualdır. 3-ü götürək. Gəncləri yığıncağa dəvət etmişlər. Kimi dəvət etmişlər? Gəncləri, amma götürmür çünki gəncləri gənc sifətdir. Sadəcə burada isimləşib, ismi sualına cavab verir. Buna görə 4-ü götürmürük. 5-də divarı indi əli rəngləyir. Divarı rəngləyir. Nəyi rəngləyir? Təsdiq al və isimdir. 5-i götürək. 3-5. 81-də təsdiq halda olan isimlə başlayan cümlələri müəyyən edin. Təsdiq al istəyir və isimlə başlasın. Dediklərini isim deyil, getdi. Yaxşıları sifətdir. Sözü mənə bərk təsir etdi. Sözü adlı halda isimdir. Götürmürük. Quşu quş ilə tutarlar. Quşu təsdiq aldı və isimdir. Qaydaları ona baş salıram. İsimdir və təsdiq aldı. 4-5, 81. 82-də təsirlik halda olan isimlə başlayan cümlələri seçək. Bağları mənim xoşuma gəldi. Onun bağları adlı haldır. Başı oğlunun xeyir işinə qarışmışdı. Onun başı adlı hal. Xəstələri sifətdir. Sualları isimdir. Bir-bir nəzərdən keçirdi. Sualları nəyi? Bəli, təsdiq aldı. Yazılarımı Kamilə göstərə bilməmişdim. Nəyi? Təsdiq aldı və isimdir. 4-5. 83-də təsdiq halda olan isimlə başlayan cümlələri müəyyən edin. Tarixi sifətli narahatlığı sözə başlayana qədər çəkdi. Onun narahatlığı adlı haldır. Əhvalatı bizə Musa danışmışdı. Əhvalatı nəyi? Özü də isimli, götürək 3-ü. Gözləri hələ də dostunu axtarırdı. Gözləri adlı haldır. Kitabı dostuma verdim. Təsdiq al, özü də isimdir. 3-5. 84-də hansı nümunələrdə yanaşı işləmiş isimlər adlı haldadır? Yanaşı isimlər adlı halda istəyir bizdən. Bir də o qarşısında daş heykəl kimi hərəkətsiz duran ərini başdan ayağa süzdü. İkisi də adlı hal olsun. Daş, heykəl. Hər ikisi isimdir, yanaşı işlənir və adlı haldadır. Daşla heykəl. Götürək biri. Sonra 2-də mən cəbhədə bir komada şeir yazıram. Cəbhədə komada yanaşı işləməyib götürmürük. Yanır saxsı parçasının üzərində şam. Yox, burada yox. Həm də cəbhədə komada yerlik hal bizdən adlı hal istəyir. 3-də bağlanıb xalça məhəbbətlə ürək telləriniz. Bağlanıb xalqa məhəbbətlə ürək telləriniz. Ürək adlı hal, telləriniz adlı hal. İkisi də isimdir. 3-ü götürək. 4-də onun polad sinəsinə sığmadı ürəyi. Burada yoxdur. 5-də çiskinli bir gündə gəldim bu yerə, dumanda görünməz dumandır göy-göl. Dumandır adlı hal, göy-göl adlı hal. İkisi də isimdir. 5-də götürək. 85-də üstündə rəqəm yazılmış isimlərdən hansı adlı haldadır? Sapı dərziyə ver. Sapı təsirlik hal. Zəri zərgərə yox, adlı hal deyil. Qiymətdə su hara? Su adlı hal, götürək 3-ü. 4-də zərdən qiymətlidir. Tər bu dünyada. Tərdə adlı hal. 85-də 3-4. 86-da tünd qara hərflərlə yazılmış isimlərdən hansılar yiyəlik haldadır? Əsərin məzmunu. Əsərin burada yiyəlik hal. Evin çoxdan tikildiyi sənəddə qeyd olunub. Evin, sənin evin. Yox, burada bu mənsubiyyət adlı haldır. Telefonun evdə qalıb. Sənin telefonun.
Evin, iki ev qaydaq, evin çoxdan tikildik, sənəddə qeyd evin. Hə, sənin evin deyil uşaqlar. Burada evin yiyəlik aldı, götürək ikini. Telefonun evdə qalıb, sənin telefonun mənsubiyyət şəklisidir burada 10. Özü də adlı haldadır, yiyəlik deyil. Sənin yiyəlik al, şəklin, sənin şəklin divardan asılmışdır. Bunu da götürmürük. 1, 2. 87-də üzərində rəqəm yazmış hansı sözlərdə həm hal, həm də mənsubiyyət şəklisi var. Həm hal, həm mənsubiyyət istəyir bizdən. Bir əyilib uşağın üzündən öpdü. Uşağın yiyəlik aldı. Bir bizdən nə istəyirdi? Hə, üzərində rəqəm yazılmış hansı sözlərdə həm hal, həm mənsubiyyət şəklisi işlənmişdir. Eyni sözdə istəyir. Uşağın yiyəlik aldı, mənsubiyyət yoxdur. Üzündən, onun üzü, uşağın üzü, yəni. Ü burada mənsubiyyət, dən hal şəklisi. İkini götürək. Oğlan da kəlliyini buraxıb. Üçü götürək, çünki onun kəlliyi, i mənsubiyyət, digər i isə hal. 2, 3, sonra. Buraxıb iki əli ilə. Yox, burada hal mənsubiyyət. Hər ikisi yoxdur. Onun haldır mənsubiyyət yoxdur. Boynunu. Baxın, onun boynu. U burada mənsubiyyətdir. Digər u isə haldır. Altını da götürək. 2, 3, 6. 88-də ismin hallarına aid fikirlərdən hansı səhvdir? Hal şəkillərin hamısı amonimdir. Ahəng qanuna tabedir. Bəli, doğrudur. Bizdən səhvi istəyir. Hal şəkilləri hamısı amonimdir. Bayaq da dedik. Ahəng qanununa da tabe olur. Bəli. 2-də. 6 hal şəklisi. Xeyr, 6 hal şəklisi yoxdur uşaqlar. 6 hal var. Amma 5 hal şəklisi var. Adlı halın şəklisi yoxdur axı. Ona görə 5 hal şəklisi deyirik. Ona görə səhvdir 2. 2-ni götürək. 3-də. Yiyəlik halda olan söz ayrılıqda zəiflik və tamamlıq olmur. Üç doğru fikirdir uşaqlar. Bizdən səhvi istədikləri üçün biz 3-ü götürmürük. Yiyəlik halda olan söz ayrıqda zəiflik və tamamlıq ola bilməz. 4-də. Hal şəkilçili bütün sözlər cümlə üzvü kimi işlənə bilir. Məsələn, təslik hal xəbər ola bilmir. 4. Hal şəkilçili bütün sözlər cümlə üzvü kimi işlənə bilir. Hə, sırf elə bildim xəbəri deyir. Bəli, hal şəkilçili sözlər cümlə üzvü kimi işlənə bilir. Doğrudur. 5-də. Yiyəlik halda olan söz xəbər vəzifəsində işlənə bilmir. Niyə bilmir? Bilir axı. Bu, məsələn, götürək. 5 səhvdir. Nümunə deyim sizə. Bir də bu niyə tərpənir belə? 5. Məsələn, kitab, daha doğrusu, vərəq kitabındır. Kitabındır yiyəlik halda özdə xəbər ola bildi. Xəbər ola bilməyən halımız uşaqlar təsirlik halda. 89-da. İsmə aid 4 müxtəlif qrammatik şəkilçi ilə işlənə bilməyən halları müəyyən edin. İsmə aid adlıq. Bəli. İsmə aid 4 müxtəlif qrammatik şəkilçi ilə işlənə bilməyən adlığı götürək. Məsələn, 4 müxtəlif qrammatik şəkilçi hansıdır? İsmə aid cəm, hal, mənsubiyyət şəxs. Adlıq, hal. 90-da. İsmin halları ilə bağlı verilmiş hansı fikir səhvdir? Bir də qeyri-müəyyən yiyəlik hal müstəqil şəkildə heç bir cümlə üzv vəzifəsində çıxış etmir. Bəli, bu doğrudur. Qeyri-müəyyən yiyəlik hal müstəqil şəkildə heç bir cümlə üzvü ola bilmir. 2-də yönlük, yerlik və çıxışlıq hallarında olan sözlər cümlədə tamamlıq, yer zərflik, ismi xəbər vəzifəsində işlənir. Bəli, bu da doğrudur. 3-də ismin bütün hallarında işlənən sözlər mənsubiyyət şəklisi ilə işlənə bilir. Doğrudur. 4-də
İsmin bütün hallarında isimlər xəbərlik şəklisi qəbul edə bilər. Xeyr, təhsillik hal xəbərlik şəklisi qəbul edə bilməz. Bu doğru deyil. 5-də adlıq hallı söz mənsubiyyət və şəxs şəklisi qəbul etmir. Edir axı adlıq hallı söz. Kitab, kitabım, kitabımdır. Olur, bəli. Amma deyir olmur. 4 ilə 5 bizim səhv variantlarımızdır. 91-də uyğunluğu müəyyən edin. Düzdürün qarşısından düz variantları seçməliyik. Səhvə isə səhv olanları qoymalıyıq. A-da əhali və cəmaət ismindən başqa bütün isimlər cəmlənə bilir. Bəli, düzdür. Bunu 1-ə qoyuruq. B-də ismin 2 halı müəyyən və qeyri-müəyyənlik bildirir. Bu da düzdür. Təslik və yiyəlik halları. A, B. Yiyəlik hallı söz işləmiş cümlədə mənsubiyyət şəkilçili söz olmaya da bilər. Xeyr, bu səhvdir. Yiyəlik hallı söz işlənmiş cümlədə mənsubiyyət şəkilçili söz olmaya bilər. Yox, bu səhvdir. Uşaqlar bunu bura qoyaq. Bir dəqiqə uşaqlar, üzrlə hesab edin. Burada mən düzdürlə səhvdirin. Biraz yerini qarışdırdım. Burada gəlin yenidən başlayaq. Düzdürün qarşısında doğru olanları, 2-də səhvlər yazmalıyıq. Səhvin qarşısında səhv. Yenidən əhali və cəmaət ismindən başqa bütün isimlər cəmlənə bilir. Bir dəqiqə. Cəmaət və əhalidən başqa. Cəmaət və əhali ismindən başqa bütün isimlər cəmlənə bilir. Sənət, peşə bildirən isimlər var ki, uşaqlar, onlar cəmlənə bilmir axı. Məsəl üçün, həkimlik, həkimliklər deyə bilmərik. Ona görə A səhvdir, doğrudur. Onun qarşısında yazmışam. A səhvdir. Bunu yazaq, A eləyək. Səhvdir. B-də ismin 2 halı müəyyən və qeyri-müəyyən olur. Bəli, bunu 1-ə yazaq. Müəyyən təslik hal, qeyri-müəyyən təslik hal, müəyyən yiyəlik hal, qeyri-müəyyən yiyəlik hal. C-də yiyəlik hallı söz işləmiş cümlədə mənsubiyyət şəkilçili söz olmaya bilər. Məsələn, doğrudur. Məsələn, bu kitab mənimdir. Səhifə kitabındır, məsələn. Ona görə bu doğrudur. C-ni yazaq bura, düzə. Sonra D-də təslik halda olan söz və ya söz ya tamamlıq ya da ismi xəbər olur. Xeyr, təslik hal xəbər ola bilmir. Ona görə bu səhvdir. Səhvin qarşısına yazaq. Y-də qeyri-müəyyən yiyəlik halda söz işləmiş cümlədə bir qayda olaraq həmişə mənsubiyyət şəkilçili söz işlənməlidir. Bəli, doğrudur. Çünki yoxsa biz onu mənsubiyyət şəkilçili söz olduğunu bilmərik axı. Daha doğrusu qeyri-müəyyən olduğunu bilmərik axı. Məsələn, məktəb direktoru. Qeyri-müəyyən yiyəlik halda söz işləmiş cümlədə bir qayda olaraq həmişə mənsubiyyət şəkilçili söz işlənməlidir. Doğrudur. Mütləqdir ki, mənsubiyyət şəkilçili söz olsun. Ona görə bunu doğrudurun qabağına yazırıq. B, C, E gedəcək 1-ə, A, D gedəcək 2-yə. 92-də verilmiş cümlələrdə ismin hallarının işləmə ardıcıllığını müəyyən edin. Dünyaya əli boş gəlib, əli boş da gedəcək. Bura dünyaya. Yönlük hal, getdi, 3 getdi bura. Sonra dünya bir pislik, dünyada bir pislik qalır, bir də yaxşılıq. Dünyada yerlik hal, 4-ü yazaq bura. Dünya gözəllik xilas edəcək. Dünyanı gözəllik xilas edəcək. Təhsili də yazırıq bura. 5 getdi. Dünya işlərini bilmək olmaz. Dünyanın işlərini bilmək olmaz. 2-ni də yazırıq bura. Dünyadan xəbəri yoxdur. Dünyadan 6-nı da yazdıq bura. Dünya öz
mehvərində fırlanır. 1-i də yazırıq bura. Deməli 3, 4, 5, 2, 6, 1. 93-də altına xətt çəkilmiş sözlərin ismin hansı halında olmasına görə işlənmə ardıcılığı müəyyən edin. Sözün də su kimi lətafəti var. Buraya qoyaq 2. Çünki bu yəlik haldadır. El bir olsa dağı oynadar yerindən. Dağı qeyrməyən təslik al. Bura yazaq 3. Sözün dillər əzbərdir. Yəni sənin sözün. Buradakı ün mənsubə şəklidir. Burada yazırıq 1. 94-də halların sıralanma qaydasını nəzərə alaraq aşağıdakı cümlələrdə Azərbaycan sözünün işlənmə ardıcılığını müəyyən edin. Azərbaycanda azyaşlı xalqların nümayəndələri çox rahat şəraitdə ömür sürürlər. Halların sıralanması deyəndə birinci adlıq, sonra yəlik, bu belə gəlməlidir. Yönlük, təslik, yerlik, çıxışlıq. Ona görə birinci adlıq halda Azərbaycan sözünü axtarmalıyıq. Bu yerlik haldadır 1. 2-yə baxaq, Azərbaycanımız hər zaman yeraltı. Bəli, Azərbaycanımız bizim Azərbaycanımız. Ona görə bu adlıq haldadır. Ona görə 2-ni yazırıq birinci. Çünki ardıcıllıq istəyir axı bizdən. Baxın ardıcıllığına. Sonra 2 getdi, sonra gəlməlidir indi yiyəlik. Bölgələrin müxtəlif bölgələrimizdə istirahət etmək üçün hər il Azərbaycana, yox bu yönlükdür. 4-də mənfur düşmənin azğın hərəkəti bütün Azərbaycanı bu təsirlikdir. 5-də müasir gənclərimiz hər zaman Azərbaycanımızın, baxın bu yiyəlik halda. Ona görə 5 gələcək bura. Yiyəlik getdi. İndi gəlməlidir yönlük. Yönlük hardaydı? Desən 3-də idi. Bəli, Azərbaycana 3 yönlükdür. Burada yazırıq 3. Sonra gəlməlidir. Adlıq, yiyəlik, yönlük, təsirlik. Təsirlikdə Azərbaycanı 4-dədir. 4-ü də yazırıq bura. Sonra da qalır 1. Bir də yerlikdir. 2, 5, 3, 4, 1. 95-də. Halların sıralanma qaydasını nəzərə alaraq aşağıdakı cümlələri Qarabağ sözünün işlənmə ardıcıllığını istəyən də bizdən. Birinci adlıq. Qarabağın işğaldan azad ol. Bu yəlikdir. Neçə görkəmli şair və yazıçılarımız Qarabağda. Bu yerlik, ən böyük arzumuz Qarabağı təsirlik, gözəllik məskəni olan Qarabağ öz igid oğullarının sayəsində azad olundu. Qarabağ adlıqdır, yazdıq bura. 4 getdi. Sonra yəlik. Yəlik hardadır? Qarabağın işğaldan azad olunduğu 1-də. 1-də Qarabağın bu yəlik haldır. Yazırıq bura 1. Sonra Qarabağa. Qarabağa gedən yol. Baxın 5-də. 5-i də yazırıq bura. Sonra Qarabağı. Qarabağı 3-dədir. 3-ü də yazırıq bura. Sonra da nə qaldı 2? Yerlik. Qarabağda yerlik. Bu qədər uşaqlar, hələlik sağ olun.